Salam uşaqlar, bugün cimlə işləyirik və mövzumuz составление рассказа по kартинкам 9-cu sinifə aiddir. 7-cidir. Deməli uşaqlar, burada şəkillərə görə hekayə tərtib etməliyik və indi birincidə nəyi göstərirəm sizə? Cimin öz cavabı, hansı ki yazılıbdır və onu oxuyuram. Ondan sonra mən də belə deyək də dəyişərək onu başqa cür yazıram, amma mətnin mənası eynidir, yəni məna eynidir. Yəni çərçivədən çıxmıram da, yəni bilmirəm, çünki başqa cür yazsam, sabah orada yazsanız o şəkildə götürəcək, cim götürməyəcək. Onun ucbatından da bax bu şəkildə məna eyni olaraq prosta məsələn cümlənin strukturunun zadını dəyişib yazıram. Burada cim nə yazır? Сегодня идет очень сильный дождь, möhkəm bir yağış yağır, но девочка все равно решила погулять. Amma ona baxmayaraq qız deməli gəzintiyə çıxır. Она взяла зонт и пошла в парк. O çətiri götürüb parka gedir. На земле она увидела маленькую мокрую птичку. Yerdə balaca deməli islanmış quşu gördü. Птичка поранила крыло. Qanadı qırıq idi. Девочка взяла птичку и принесла ее домой. Yəni yaralı idi belə deyək. Qız deməli quşu gətirir evə. Там она перевязала ей крыло бинтом. Orada da deməli Qanadın bintlə sarıyır. Skoro dojď končился. Yağış bitdi. Девочка отнесла птичку в парk. Qız da quşu parka apardı. Птичка улетела və quş uçdu. İndi deməli mənim yazdıqlarımdır. Deməli mən necə yazdım? Девочка решила прогуляться, несмотря на сильный дождь. Она взяла зонт и направилась в парк. По дороге она заметила маленькую мокрую птичку. Она поранила крыло. Девочка осторожно подобрала ее и принесла домой, где перевязала крыло бинтом. Когда дождь прекратился, она вернула птичку в парk. Bax bu şəkildə də deməli yaza bilərsiniz. Yəni videonu dayandırıb yazarsınız uşaqlar. Sağ olun, görüşərik.